Değerli həmvətənlərim, son dəqiqə dəhşətli xəbər çatdırıram ki, Heydər Əliyev fonduna bağlı iş adamları Mehriban Əliyeva, İlham Əliyeva bağlı, Mehriban Əliyev və İlham Əliyeva bağlı iş adamları İsraildə milyarderlər, milyonçular İsraildə məxfi məlumatları əldə ediblər. Böyük pullar hesabına Heydər Əliyev fondundan ayrılan böyük məbləğdə pullar hesabına Azərbaycanda İlham Əliyev ailəsinə yaxın 2 dənə iş adamı İsrailin bütün dünya səviyyəsində olan, dünya ölkələrində olan bütün agentlərini, məxfi agentlərini, şəkili, adı, familiyası, nömrəsi, hansı ölkədədir, kod adı hansıdır, hansı vəzifədədir, rütbəsi nədir, hamısını İrana ötürübdür. Məhz aldığım məlumata görə İsrail baş naziri Netanyahunun da məhz Azərbaycana gəlməmə səbəbi budur. Yəni Netanyahu və İran bunları dərində bağlayan böyük güc var ki, İran hakimiyyəti ora biyyət eləyir. Binyamin Netanyahu da sadəcə İran hakimiyyəti İsfahan kanalında bugün kiçik bir hissəsini yayımlasa da, o məxfi agentlərin heç birini yayımlamadı İran hakimiyyəti. Aldığım məlumata görə Binyamin Netanyahu da Azərbaycana gəlmədi, bəs buna qızaraq gəlmədi. Amma o böyük güc arxayın salanda ki, İran bunu etməyəcək ya məhdud şəkildə edəcək, Binyamin Netanyahuna razı salanda Binyamin Netanyahu dünən yox sırağa gün İlham Əliyevə təbrik dostluq məktubu göndəribdi. Burada iki hal var. Ya Binyamin Netanyahu yanlığından mal qaçırarmış kimi İlham Əliyevin get-a-getdə böyük sərvətini mənimsəmək istəyir. Çünki 13-cü ildən bəri Mehriban Əliyeva ilə sevgilidir. Mehriban Əliyevanı basıb altına salıb qayıran adam 100 milyarlarla dolları ən azından bir hissəsi niyə əldə eləməsin? Niyə əldə eləyə bilməsin? Bu birincisi. İkincisi də Binyamin Netanyahu bunu elədi. Birinci incidi və arxayın olanda ki, böyük güclər buna imkan verməyəcək və Binyamin Netanyahu İlham Əliyevə daha böyük bir zərbə vurmaq üçün İlham Əliyevə dostluq əlini uzatdı yenə. Yenə dostluq əlini uzatdı. Bax, mən dedim, görürsünüz, İrana bağlı vəkil qüvvələr, Həmas, Hizbullah, İsrailə nəsə atır, İsrail ərazisini böyüdür. İsrailə nəsə atır, İsrail ərazisini böyüdür. Elə deyilmi? Həmasla Hizbullah olmasa nəyi bəhanə eləyib İsrail tankları, o mülki insanları qırıb oradan rədd eləyib, orada öz hakimiyyətini quracaqdı. Nəyi bəhanə eləyib? Deməli, İranın vasitəsindən Erdoğan da hər dəfə, mən burada varam deyərək, onları oda ataraq, Erdoğanın və İranın vasitəsindən İsrail ərazilərini böyüdür. Böyle değil mi? Elə değil mi? Nəhayət ki, nə bir dənə İran dəstək verir ora, nə də Türkiyə. Elə belə Türkiyə yardım eləyə bilər. Bu İran da lazımsız dəstək verə bilər. Baxın, deyilənə, hər dəfə nəsə olur da İsrail anasını ağladır, generalların hamısını qırır, nə bilim, nə inir. Hər dəfə nə inir İran? Raket göndərir. Çoxsu İordaniyanın üstündə vurulur, heç gəlib İsrailə çatmır. Çatanın da deyirlər ki, İran devləti utanmadan deyir ki, 400 dənə deyir raket atıq ballistik. Utanmadan deyir ki, bunun partlayıcısını başına partlayıcı bağlamasın, o durbada dırt elir, yerə yatır. Motordur da dalından vurur, aparır raketi. Dalından motor fırlayır, aparır. Onun partlayıcı da onu parçalayan, partladan. İran utanmadan İran deyir ki, partlayıcıları taxmaq yadımızdan çıxıbmış. Yaddan çıxmayıb. İran hakimiyyəti və Netanyahu hakimiyyəti. İlham Əliyev Netanyahudan İrandan Netanyahuya suqalıq eləyirmiş.
Putin'den Avrupa'ya, Avrupa'dan Putin'e sukalıq eləyirmiş. Bunu hətta Avropalı parlamentarilər belə dedi. Deyələmədilər. Nəhayət ki, böyük güclər dedilər ki, bu sənə ondan sukalıq eləyir, o da bundan sukalıq eləyir. Budur vəziyyət. İlham Əliyevin ailəsinə bağlı 2 dənə iş adamı Heydər Əliyev fondundan ayrılan pullarla İsrailin kəşfiyyatının, bütün dünyada olan kəşfiyyatçıların, hətta Mossadı belə padudar qoyub, Mossadın agentlərini belə satıblar. Nə eləyiblər? Və ortaya çıxdı, bu dəqiqə İran devləti və İsrail üzərində işləyir bunu. Netanyahu da İlham Əliyevə salam əlini uzatması o deməkdir ki, İlhamın sonudur. Bir neçə milyard qopartmaq istəyir. Mehribana 10 ildən çoxdur mehribana basırsa, niyə bir neçə milyard qopartmasın? Və sən olsan nə qərardın? Hə? İndi sözüm indi ondan getmir dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Yəni, ya da İlham Əliyevdən qisas almaq istəyir. Orada küsüb, sıxıb oturmaqla dünya yahudilərin əlindədir.